Məhərrəm ərzində neçə il mən bu hadisəni danışmışam, neçə dəfələrlə eşitmişsiniz Teremmahın hadisəsini. İlk adam idi mən tarixdə görürəm ki, belə sahabələrin içindən İmam Hüseyn şəhid olmamışdan ona mərsi oxuyurdu, ağlaya-ağlaya Kərbəlaya gəlirdi. Deyirdi, mən eşitmişəm Peyğəmbər nə deyir. Deyirlər, bəlkə İmam Hüseyn şəhid olmadı, deyir, mən bilirəm, aqibətini bilirəm bu döyüşün. Ağlaya-ağlaya neçə dənə dostu ilə gəlirdi İmam Hüseynə qoşulsun. Gəlir də qoşulur da, amma icazə istəyir İmam Hüseyndən. Deyir, gedim İmam Hüseyndən icazə alım, ailəmə bir şey çatdırım. Gəlir, icazə alır, çıxır İmam Hüseynin çadırından, görürlər ağlaya-ağlaya çıxıb. Soruşurlar ki, niyə ağlayırsan? İcazə vermədi, dedi, icazə verdi, amma ürəyim yandı İmam Hüseynin qəribliyinə. Əhl-i Beyt hər zaman bu sözü deməz. İmam Hüseyn mən çıxanda dedi, ged amma tez qayıt. Bu gedir, qayıdır, gəlir, görür ki, İmam Hüseyn əleyhissalamın başı kəsilib, nizəyə vurulub. Görür, gezişib. Ən həssas dönəmdir ki, orada imam əmr eləyə bilər, orada da azadlıq verir. İşarə ilə danışır. İşarə ilə ki, özün əqli yetkinliyin bu səviyyədə olsun. İmam deyir, tez qayıt, deməli nəsə nigarançılığı var. Yetkinlik bu dərəcədə dəyər verir insanın düşüncəsinə. Ona görə insanlara çox şey hələ başa salmaq lazımdır. Tez damğa vurmayaq adamlara, cahillər filanlar. Vallah bu damğalardan vurmayaq, tələsməyək insanları ittiham eləməyə. Biz nə tanıtdırdıq ki, nə də tez ittiham eləyək insanları. İzah eləmək lazımdır. Amma bunu da bari başdan deyim sizə. Bari başdan bunu da deyim ki, bəzilər var ki, özü istəyir ki, din haqda yanlış düşüncədə olsun. Özü belə istəyir. Belələr də var. Güya azad düşüncədən dəm vurur, mən azadam, mən filanam, filanam, amma baxırsan, görürsən, əslində fikri asılıdır. Azad deyil. Əslində bunun fikri nəfsin əsiridir. Bunun fikri bəzən kimlərinsə nəfsinin əsiridir, başqalarının əsiridir.